Bugün saat 1-də partiyanın Lənkəran şöbəsinin müşavirəsi keçirilməli idi və biz partiya rəhbərliyinə daxil olan şəxslər, mən, Asif Yusifli və Mənsum Bayramlı müşavirə keçirmək üçün Lənkəran şəhərinə getdik. Lənkəranın Piyej deyilən yerində, girəcəyində qarşımızı Kamaz maşını ilə kəsdilər. Un dolu Kamaz maşını kəsdi və qaynın rəhbərliyi ilə arxa tərəfdə bağlandı və bizi mühasirəyə saldılar. Təqribən 50-60 saylarında olardı. Geyimlərindən hiss olunur ki, sarı xalat geymişlər, bir qismi gödəkçə geymişlər. Yerli icra hakimiyyətinin işçilərindən ibarət bir qrupla üstümüzə hücuma keçdi və maşına, olduğumuz maşına armaturlarla, daşla, bu daşı mən sizə göstərirəm əyani olaraq, bu daşın biri mənim kürəyim, bu daş mənim kürəyimə dəydi, başıma vurmaq istəyirdilər maşının içində. Dəynəklərlə, o cümlədə də yumurta ilə bizə hücum olundu və bu hücum o qədər aqressiv oldu ki, artıq bizim həyatımız üçün real təhlükə yaranmışdı. Çünki bizi maşın içində vurmaq istəyirdilər, bizə xəsarət yetirmək istəyirdilər və Mənsum bəy bir təhər, bir zülmlə hadisə yerindən çıxmağa müvəffəq oldu və arxamızda ondan sonra yenə daş kəsək yağdırmağa başladılar. Sonra biz liman şəhərində dayandıq ki, olmasa özümüzə gələk. Bir də gördük ki, yenidən həmin maşınla o hücumçuları daşıyıbla gətiriblər bizim yanımıza, ikinci dəfə hücuma məruz qaldıq. Və biz oradan da uzaqlaşmağa məcbur olduq. Gördüyünüz kimi maşına çox böyük xəsarət dəyibdir və bu maşına olan bu aqressiv hücum özü əslində bu kampaniyanın nə qədər təhlükəli olduğunu göstərdi. Bu kiminsə öz fəaliyyəti deyil, kiminsə öz təşəbbüsü ilə təşkil etdiyi bir məsələ deyil. Bu sırf dövlət başçı tərəfindən, dövlət hakimiyyəti tərəfindən sanksiyalaşdırılmış siyasi terror aktıdır. Yəni burada sağlamlığa yönəlik sui-qəsd hərəkətləri var. Yəni bu hərəkət nəticəsində bizim hər birimiz ciddi zərər görə bilərdik. Sağlamlığımıza ciddi zərbə dəyə bilərdi. Allah'a şükür ki, qurtarmışıq. Yəni bu bir şans məsələsidir ki, Allah mərhəmət ki, biz qurtara bildik. Ancaq bu açıq göstərir ki, siyasi rəqiblərə qarşı açıq şəkildə zoraki məhv etmə üsullarına keçilibdir və xalq cəbhəsi olaraq, xalq cəbhəsinin təmsilçiləri olaraq bəyan edirik ki, hakimiyyətin bu cür zoraki üsulları, bu cür düşmən münasibəti bizi tutduğumuz yoldan çəkindirməyəcək və bu proses davam edəcək. Biz Azərbaycan bölgələrində tədbirlərimizi keçirəcəyik və seçim ərəfəsində ölkədə demokratik seçim mühitinin yaradılması, siyasi fəaliyyət azadlıqlarının təmin olunması istiqamətində səylərimizi davam etdirəcəyik. Heç bir bu cür zorakılıq aktları bizi tutduğumuz yoldan çəkindirə bilməz. Demək, mən Fuad bəyin dediklərinə əlavə olaraq bir şey bildirim ki, əvvəlcə biz şüşələri qaldırıb sakitcə gözlədik ki, yəqin bu yumurta ateşi ilə bu məsələyə son qoyular, yumurtaları vurub çıxıb gedərlər. Ancaq sonra şüşələri qırıb, lomla, daşla içərdəkilərə artıq birbaşa ölüm hədəsi ilə və özü də səsləndirilirdi orada ki, bunları öldürmək lazımdır. Söyüşlə və ölüm hədəsi ilə açıq-aşkar səsləndirirdilər və bunu bir anlıq təsəvvür eləyək ki, biz oradan hadisə yerindən kənarlaşmasaq, onun nəticəsi nə ola bilərdi? Hətta onu düşünmək belə dəhşətlidir. Çünki bu daş mənim başıma dəysəydi, nəticə göstərirdi. Bu qədər iri daşla mənim başıma zərb oldu. Ora toplaşanlara, onlara verilən əmrdən belə aydın olur ki, məhz ora gedənlərin, Lənkərana gedənlərin fiziki məhvi bunlara göstəriş verilmişdi və ona görə də həmin şəxslər bütün azğınlıqları ilə polisin gözünün qarşısındaca, icra hakimiyyətinin nümayəndələrinin, işçilərinin gözləri qarşısındaca bizim ekipajı məhv etmək istəyirdilər. Fiziki cəhətdə məhv etmək istəyirdilər. Bir neçə məsələni də mən bildirmək istəyirəm. Diqqətdən yayınan məsələlərin üstünə çalışacağım gəlim. Deməli, biz Qumbaşı deyilən bir yerdə bizi partiyanın bir fəalı qarşılayıb bələdçilik eləməlidir. Və bizə əvvəlcədən məlumat vermişdilər ki, şöbə sədrinin evində razılaşdırılıb, yəni heç bir maneçilik törətməyəcəyinə söz veriblər. Lakin o bizim maşına oturarkən məlum oldu ki, Liman şəhəri üzrə Lənkəran İcra Hakimiyyətinin nümayəndəsi 07 avtomobili ilə və bir nəfər də deməli rayon polis idarəsinin rəis müavini səhv etmirəmsə Hyundai Jeep idi, ağ Jeep avtomobili ilə arxamızca getdilər. Biri arxadan, biri qabaqda bizi müşayiət elədilər və biz
deməli o Liman şəhərini keçəndən sonra Priez deyilən bir yer var. Ora çata-çatda 10970 nömrəli ağ BMW avtomobili dövlət yol polisi. O çıxdı və o çıxan kimi sanki bu bir işarə idi. Bir KAMAZ yolu kəsdi Priezdə. Bizdən əvvəldə də bir Mercedes avtomobili var idi. Biz dayandıq və gediş-gəlişli yol olduğuna görə təqribən 100-ə yaxın orada 100-ə yaxın avtomobil yığıldı, tıxac yarandı. Əvvəlcə Mənsum bəyin qeyd etdiyi kimi yumurta ilə bir-iki dənə vurdular və sonradan əllərində dəmir dəyənəklər, armatur, lom götürüb hücum çəkdilər və maşını döyəşləməyə başladılar. Hətta arxadan Fuad bəyin başına dəmirlə, lomla vurmaq istəyirdilər. Mən qışqırıb onu fikrindən daşındırmağa 1 saniyəlik nail oldum və bu anda Mənsum bəyin xüsusi o deyərdim o peşəkar sürücülüyü bizim dadımıza çatdı. O çox çətinliklə oradan avtomobili çıxartdı. Biz gedərkən hesab etdik ki, bu məsələ bitmişdir. Lakin Liman şəhərində təqribən oradan bir 15 kilometr, 10 kilometr aralıda təqribən biz 10 dəqiqə yol gedəndən sonra avtomobili saxladıq. Bunun şəkillərini mən çəkmək istəyirdim, həm də ona görə saxladıq. Birdən gördük ki, həmin o 10970 nömrəli qay maşını, dövlət yol polisi maşını yenə keçdi və bizim əvvəldə də bir Infiniti Jeep gedirdi ağ rəngdə, 899 axır nömrəsi yadımdadır. Onlar bizi heç cür keçməyə də qoymurdu həmin o Infiniti. Həmin qay maşını yenə yol polis maşını keçən kimi nəsə onlara xəbər verdi. Yəni nəsə bir anın içində, bir də gördük ki, təqribən 10 metr məsafədə onlar peyda oldular və iri daşlarla maşını atəşə tutdular. Yəni hücum elədilər qaça-qaça üstümüzə. Biz çox yenə də çətinliklə o maşına minib artıq oradan uzaqlaşdıq. Bizi uzun müddət müşayiət elədilər, izlədilər. Hətta Səlyanda bir yerdə Mənsum bəy dedi ki, yorulmuşam, bir 5 dəqiqə mən dincəlmək istəyirəm. Həmin yerdə dincələndə də 2 mülki yemli bir polis işçisi bizə yaxınlaşaraq xahiş elədilər ki, xahiş edirik buranı tərk edin. Başın yan hissəsini dedim, dincəlirlər uşaqlar, yatıblar, dedi, yox, xahiş edirəm, qardaş kimi gedin, problem yaratmayaq. Biz də oradan çıxdıq, getdik. Oradan da yenə bir yol polisi maşını bizi təqribən Ələtdən tərəfdə bir Puruqa qədər, dairəyə qədər gətirdi, oradan sonra qayıtdı. Mən tez getdim aldım. Yəni məqsəd bu hücum elə xarakteri təşkil olmuş ki, məqsəd bizim sağlamlığımıza zərər vurmaq idi. Yəni biz orada fiziki xəsarət yetirmək, açıq şəkildə ona yönəlmişdi və əslində bu fakt kifayət edir ki, bunun əsasında cinayət, əgər doğrudan da bu dövlət hakimiyyət orqanları tərəfindən sanksiyalaşdırılmayıbsa, bununla bağlı cinayət işi başlanmalıdır və araşdırma başlanmalıdır. Hətta iş oraya yerə çatıb ki, bizim yerli təşkilatın nümayəndəsi Nazim Həsənov Lənkəran polis şöbəsinə gedib şikayət etmək üçün müraciət edib, ona cavab veriblər ki, yalan məlumat verməyə görə sizin özünüz haqqında cinayət işi qaldıra bilərik. Açıq şəkildə görsənir ki, bu sırf təşkil olunmuş siyasi terror aksiyasıdır. Bir məsələni də Maşının böyrünə baxın ki, vurulan zərbənin gücünə baxın ki, maşının böyür hissəsi darmadağın olub, gücü. Bir şüşə qalmıyor. Bir məsələni də qeyd etmək istəyirəm Ramin bəy. Deməli, yerli icra hakimiyyəti, yerli polis və yol polisi üçü birlikdə bu işi təşkil edirdi, rəhbərlik edirdi birbaşa və bu açıq siyasi terrordur. Yəni burada məqsəd bizə qarşı bir siyasi aksiya keçirmək, nəsə şüar demək, nəsə yumurta atmaq deyildi. Həyatımıza qəsd edirdilər. Açıq, aşkar hamının gözünün qarşısında.